Onu mən keçən dəfə danışdım yazıcı. Yaxşı olar ki, bu sosial şəbəkələrdə aktiv olan dostlar, qardaşlar, səhifə işlədənlər bu mövzuları paylaşsınlar. Bir dəfələrə toxunmuşdum. Bilirsiniz, bəzi mövzulara baxıram, o qədər elə mövzulardır ki, onları çox paylaşırlar. Mən üzülürəm hərdən. Bu qədər mövzulara cavablar verirəm. Görəm hərdən bunlar yox. Məsələn, sırf elə eşq mövzuları paylaşılır, xanımdan, kişi ilə bağlı, elə mən səni sevirəm, o deyim. Biz xətibiyə bütün mövzulara toxunuruq, danışırıq, orada o da var. Biz elə təkcə o yerləri götürmək, o paylaşmaq, çünki bilirlər ki, cəmaat bunu çox baxır. Məsələ bu deyil, cəmaat niyə çox baxır, onu paylaşaq. Baxın, mənim qardaşlarım, mənim bacılarım, cəmiyyətə nə lazımdır, onu aktuallaşdırın. Ola bilər, yox, az adam baxsın, ona baxsın. Şübhəsi var, şübhəsini əldə edin. Başa düşürsünüz. Mühüm budur ki, trendə düşək. Yəni, lazım olan mövzular var ki, biz onu çatdırmalıysa çatdırın. Mən sizə tövsiyəm, çox sağ olun, zəhmət çəkirsiniz, o fəal olan qardaşlar, bacılar. Allah sizləri hifz eləsin, doğrudan mən təşəkkür edirəm. Amma yenə də biraz da o ehtiyatla birlikdə.